Deməli, qardaş sual verib ki, İmam Mehdi əleyhissalamı kim bastıracaq? Əgər siz bu suala rəzat nəzəriyyəsindən cavab versəniz, o zaman yenə də eyni sual təkrarlanacaq. Çünki əgər biz desək ki, rəzat nəzəriyyəsinə əsaslanaraq desək ki, İmam Mehdi əleyhissalamı İmam Hüseyn əleyhissalamı rəzat eləyib, yəni qayıdış etdikdən sonra bastıracaq. O zaman bəs İmam Hüseyn əleyhissalamı kim bastıracaq? Çünki qaydalarımıza əsasən məsumun işini yalnız məsum edə bilər. Ona görə də zəhmət olmasa sualımıza düzgün şəkildə, aydın şəkildə cavab verin deyə izləyicimiz bizdən soruşur. Biz bu suala cavab vermədən öncə istəyirik bir neçə məsələyə toxunaq. Bütün məşhur rəylərə əsasən və bütün xətiblərin və bütün alimlərimizin cavabına əsasən İmam Mehdi Cəlallahu Fərəcəhu Şərifi İmam Hüseyn əleyhissalam rəsat etdiyi zaman onu dəfn edəcək, onu